Fərzi müəllim, bax bu səfər elə bizim də diqqətimizdədir. Çünki biz bilirik gündəmdə olan regionun problemləridir. Ermənistanın həm Rusiya ilə bağlı münasibətlərinin gələcəyi və o üçüncü tərəflərin bizə olan təsirləri və s. Bax, seçki öncəsi Nikol Paşinyan vəd vermişdi ki, mən bu kampaniyanı artıq bitirdikdən sonra dərhal Moskvaya yollanacağam. Əgər biz Nikol Paşinyanın İrana Əli Xameneyinin o, belə deyək də, vida mərasimində qatılmasını saymasaq, elə birinci səfərini Rusiya eləyir. Bu nə deməkdir? Təşəkkür edirəm. Həqiqətən də maraqlı bir tendensiya ilə üz-üzəyik. Əvvəlcə ondan başlayaq ki, Paşinyanın Rusiyaya səfəri, daha doğrusu Rusiyanın əyalət bir şəhərinə səfəri əslində Rusiya-Ermənistan münasibətlərinin müəyyən mənada düzəlməyə doğru getməsinin yox, Rusiya-Ermənistan münasibətlərindəki mövcud böhranın indikatoru sayılmalıdır. Yəni, Paşinyan seçki sonrası ilk səfərini, mən burada xüsusi qeyd edim ki, bu hansısa rəsmi səfər deyildi, eyni zamanda dövlət səfəri deyildi, bu işgüzar səfəri idi. Və prinsipcə, mahiyyət etibarilə İran etdiyi səfərdən o qədər də fərqlənmirdi. Yəni, aşağı-yuxarı status etibarilə hər ikisi işgüzar xarakteri daşıyırdı. Və bu səfər daha çox indikator xarakteri daşıdı nədə? Birincisi, Paşinyan Ermənistan rəhbərliyinə seçildikdən sonra, bilirsiniz, Ermənistan konstitusiyasına görə Ermənistanda mövcud icra sisteminin rəhbəri Paşinyandır və başqa səviyyədə qarşılanmalı idi, bu bir. İkincisi, orada danışıqlar başqa səviyyədə olmalı idi, amma o sadəcə Rusiyanın baş naziri səviyyəsində qəbul olundu və danışıqlar ən yüksək səviyyədə məhz bu çərçivədə deməli, çərçivələndi. Digər tərəfdən bilirsiniz, Rusiyanın əslində mövqeyi bu və ya digər formada bəlli idi. Seçki sonrası, seçki öncəsi mövqeyi də bəlli idi, verdiyi dəstək də bəlli idi Paşinyanın rəqiblərinə. Seçki sonrası isə Ermənistanda faktiki olaraq seçkinin nəticəsinin tanınmamasına dair müxtəlif Rusiyalı beyin mərkəzləri nümayəndələrinin bəyanatlarını Rusiyanın dövlət resurslarında səsləndiyinin biz şahidi olurduq. Və belə bir məqamda, eyni zamanda biz faktiki olaraq hələ ki Rusiya tərəfdən rəsmən Paşinyanın hansı formada təbrik edildiyini də görməmişik. Yəni, bu proseslərin gedişində hansısa məktubun və s. tərkibində olan sözlərdən yox, məhz Paşinyanın qələbə münasibəti ilə dövlət səviyyəsində təbrikindən əgər söhbət gedirsə. Əlbəttə, belə bir gərginlik fonunda Paşinyanın səfərindən nəsə möcüzə göstərmək doğru olmazdı. Və gedərkən də açığı, istər danışıqlarda tərəflərin ritorikası, istər medianın ritorikası, istər bu istiqamətdə müzakirələrin sosial media segmentində, təbii ki, burada sosial media segmentində dedikdə kütləvi müzakirələrdən söhbət getmir. Söhbət müxtəlif beyin mərkəzlərinin, Rusiya yönümlü beyin mərkəzlərinin, Ermənistan yönümlü beyin mərkəzlərinin və qərb mərkəzlərinin tabeliyindəki resurslarda gedən mübahisələrdən və müzakirələrdən gedir. Burada ümumiyyətlə səfərlə bağlı hər hansı müsbət bir şırıq görmürük. Əksinə, Ermənistan faktiki olaraq bir daha dalana dirəndi. Ermənistanın qərblə münasibətləri sorğulandı. Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə bağlı mövqeyinin dəqiqləşdirilməsi tələb olundu. Düzdür, Ermənistan son dövrlər müəyyən mənada geriyə addımlar atır. Bu geriyə addımların atılmasının da əsl məqsədi nədir? Bu başqa məsələ. Məsələn, Ermənistan dəmir yolları ilə bağlı müqaviləni pozmayacağını bəyan edir. Rəsmən, həmçinin Avrasiya İqtisadi Birliyi ilə bağlı müəyyən xoş niyyətlər ifadə etməyə çalışır və yaxud da ən azı belə görünür. Amma son nəticədə mən bir daha xüsusi vurğulamaq istəyirəm ki, baş verənlər, istər bu səfər, yəni bu səfərin Moskvaya baş tutmaması, hansısa əyalət şəhərinə və sərgi çərçivəsində baş tutması özlüyündə münasibətlərdəki böhranı aradan qaldırmayacaq. Seçkilərdəki qarşıdurmanın Rusiya və Ermənistan arasındakı yaranmış faktiki açıq qarşıdurmanın nəticələrini aradan qaldırmadı. Əksinə, bir daha göstərdi ki, vəziyyət nə dərəcədə böhranlı həddədir. Deməli, belə çıxır ki, ümumiyyətlə, səfər özü statusuna görə bir o qədər də yüksək səviyyəli deyil. Bu bir. Çünki paytaxtda yox, artıq əyalət şəhərinə gedir. İndi onu təbii ki, qarşılayan tərəf düzüb qoşub. Bu təsadüfdən eləli gəlmir. Bir mənalı. Digər tərəfdən isə həm də bu onun özünə bir işarədir ki, sən, bax, burada apardığın danışıqlarda artıq öz mövqeyini dəqiqləşdir. Çünki heç bir məsələ ilə bağlı indiyə qədər nə Paşinyan, nə onun sağında, solunda olanlar dəqiq bir şey demirlər ki, Avrasiya məkanıdır, yoxsa bu Avro İttifaqıdır. Digər tərəfdən Rusiya ilə gələcək əlaqələrdə hansı mövqedən çıxış etmək istəyir Ermənistan? Bu qadağalar hələ ki qüvvəsini saxlayır.
sən bunları aradan qaldırmaq üçün bir şey edəcəksən, yoxsa yox. Bax, bu məsələlər mənə elə gəlir ki, elə özünə məxsus bir testdir ki, artıq qarşılayan tərəf bunları Paşinyanın üzərinə gətirib çıxarır. Tofiq müəllim, biri var biz təhlil edək və təhlildən nəticə çıxaraq ki, bu səfər o qədər də yüksək səviyyəli olmadı, ikinci dərəcəli oldu. Səfərin, diplomatik protokolda səfərin növləri var və ən yüksək statusda adətən seçkidən sonra hansı ölkəyə gedirsə, bir qayda olaraq dövlət səfərinə gedir. Heç olmasa rəsmi səfər olmalı idi. Ola bilər, əlbəttə. Amma nə oldu? söhbət işgüzar səfərdən gedir. Hansı ki, sıradan bir tədbirdə kütləvi şəkildə digər dövlət nümayəndələri, ayrı-ayrı ölkələr burada adətən nazir səviyyəsində təmsil olunmuşlar. Bunu da qeyd edək. Yəni Rusiya ilə xüsusi bağ olanlar. Belə bir səviyyədə səfərin rəsmi statusu var idi. Nə idi? Qeyd etdiyimiz kimi işgüzar səfər idi. İkincisi, qarşılanma mərasimi, görüşlərin ritorikası, Paşinyana münasibətdə təzyiq, faktiki təzyiq cəhdləri. Bunlar hamısı onu göstərdi ki, Rusiya tərəfi kifayət qədər narazıdır. Və istər seçki nəticələrini, istər seçki öncəsi Paşinyanın bəyanatlarını, istərsə də Cənab İlham Əliyevin ifadə etdiyi kimi Ermənistanın iki stulda oturma cəhdlərini hansısa formada bağışlamaq niyyətində deyil. Bəli, əlbəttə özü ki, Rusiya belə deyək də öz yaxın ətrafı ilə Ermənistan uzun illəridir özünü onların müttəfiqi kimi qələmə verirdi və deyirdi ki, bəli, bizim üçün bu münasibətlər strateji mahiyyət daşır və s. Və birdən-birə bu strateji mahiyyət daşıyan münasibətlərdə, əlaqələrdə bax beləcə bir çöküşlər olur, çökmələr baş verir və konkret suallara həmişə belə yayılan bir cavablar da verir. Tofiq müəllim, bir məqamı da mən xüsusi qeyd edim və daha sonra bilirsiniz, münasibətlər bərabər hüquqlu olanda, bərabər hüquqlu əsaslar üzərində qurulanda münasibətlərdə enmələr, qalxmalar tam normaldır. Məsələn, Azərbaycanın hansısa bir qonşu ölkəsi ilə, qonşu dövlətlə münasibətlərində müəyyən mənada çatların yaranması, gərginliklərin yaranması bu o dərəcədə qorxulu deyil. Çünki biz bərabər hüquqlu tərəfdaşıq, bərabər hüquqlu qonşuluq münasibətlərinə, beynəlxalq münasibətlərin subyekti kimi çıxış edirik və bir yol tapılacaq. Amma münasibətlər vassal, senior münasibətləri kimi görünəndə bu artıq çox qorxulu olur. Əlbəttə. Yəni, faktiki olaraq bir tərəfin əli digərinin üzərində olduqda bu artıq o vassal tərəfə sözün əsl mənasında əzici təsir edir. Behruz müəllim, yəni faktiki olaraq Ermənistan seçkilərində Paşinyanın qalib gəlməsi demək olar ki, əsasən o sülhə hə deyənlərin hesabına alındı. Yəni bunlar müharibəni istəmirlər. Bu Paşinyanın partiyasına səs verənlər müharibəyə yox dedilər. Amma bu yox nə dərəcədə sülhə transfer ola bilməli, ola bilər. Bax, perspektiv burada nə vəd edir bizə? Yəni bir yandan onun seçiciləri, ona etimad göstərənlər deyirlər ki, biz müharibədən uzağıq, amma bu sülhdürmü yoxsa yox? Əslində tam da dediyimiz kimi o sülh istəyənlər prosesdə qalib gəlsəydi, mən əminliklə bugün burada deyərdim ki, bəli, bu real sülhün əsasında dayanan amil kimi çıxış edir. Amma Ermənistanda Paşinyana səs verənlər, yəni o sülhə hə deyənlər əslində Azərbaycanla bacarmayacaqlarını başa düşənlərdir. Mahiyyət etibarilə dərinə gedəndə, ilk müzakirələrdə onların özünün də arzularında, niyyətlərində reallıqda sülh dayanmır. Onlar sadəcə reallığı başa düşürlər ki, Ermənistan, Paşinyanın ifadə etdiyi o real Ermənistan sərhədlərindən kənara addımını atsa, ən azından Azərbaycan tərəfindən əziləcək. Ən azından dövlətçiliyi təhdid altına düşəcək. Bu mənada onlar Cənab İlham Əliyevin dəmir yumruğunun təhdidi altında sülh tərəfdarı kimi çıxış edirlər və bu bölgədə nə qədər ki Azərbaycan var, Azərbaycan lideri var, Azərbaycanın güc və imkanları var, artıq Ermənistan bölgə üçün təhdidə çevrilə bilmir. Amma təbii ki, istənilən halda müsbət tərəflərə də baxmaq lazımdır. Elə burada qeyd olunduğu kimi Ermənistanda istər seçki ərəfəsində Paşinyanın özünün seçki lozungu, real Ermənistan. Daha sonra seçki sonrası verdiyi müəyyən bəyanatlar, seçkilərin gedişatında Ermənistan ərazisi ilə bağlı, qonşularla münasibətə dair, hətta Azərbaycanda Avropa Siyasi Birliyinin zirvəsində iştirakla bağlı verdiyi bəyanatlar, hansı ki Bakıya gəlmək istədiyini, arzuladığını qeyd etdi. Daha sonraki burada qeyd olunduğu kimi parlamentin iclasında qəbul olunan qərar, Ermənistan Konstitusiya Məhkəməsinin mövqeyi, eyni zamanda Ermənistanın real konstitusiya dəyişikliklərində ehtiva olunan deməli məqamlar, bunlar hamısı əslində müsbət məqamlardan xəbər verir. Və digər tərəfdən bir reallıq da var. Ermənistan artıq o reallığı başa düşür. Baxmayaraq ki, Avropa İttifaqı, bu ən kobud dildə desə, Ermənistanı dəstəkləyir. Amma Avropa İttifaqının
Komissiyasının prezidenti Azərbaycanda açıq mətnindən ifadə edir ki, Avropa İttifaqının Cənubi Qafqazdakı ticarətinin, hansı ki ticarət bütün münasibətlərin söz nəsi mənasında iqtisadiyyat təməlində dayanır. 70% Azərbaycanın əlindədir. Bu o deməkdir ki, kim nə qədər kömək edir etsin, özünə ziyan verməyəcəyi həddə Ermənistana kömək edəcək. Yəni, Avropa İttifaqı heç vaxt özünün 70%lik Cənubi Qafqazdakı marağını Azərbaycanın xətrinə yox, öz xeyri hesabına qurban verməyəcək. Yəni, Ermənistanda artıq bunu başa düşürlər. Bugün tam səmimiyyətlə demək olar ki, bugün Cənubi Qafqazda real sülhə doğru qarşı alınmaz bir proses gedir. Bu prosesin təməlində Ermənistan dayansaydı narahatlıqlar olardı. Bəli, çox haqlı olaraq qeyd etdilər ki, Ermənistan artıq öz xarici siyasət kursunun tam da sahibi deyil. Amma bu reallığın təməlində Azərbaycanın iradəsi dayandığı üçün mən proseslərin iki kimi baxıram.